Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Sizə aprel ayının 26-sına olan hava haqqında məlumatı təqdim edirik. Görək həftənin şənbə günü ölkəmizdə hava necə olacaq? Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 13-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bir çox şimal və qərb rayonlarında arabir yağıntılı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterdə olacaq, bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 13-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Hər birinizə xoş həftə sonu arzulayıram. Görüşənədək.